Salam, hər vaxtınız xeyirli olsun. Deməli, tənlik qurmaqla məsələ həllinə baxaq, imtahan qabağı. Bu çox yaxşı sualdır. 3 ardıcıl natural ədədin n plus 1, n plus 2. 3 ardıcıl natural ədədin hasilinin onun cəminə olan nisbəti 5-ə bərabərdir deyir. Və biz hasili dediyi üçün yazırıq n vurulsun n plus 1, n plus 2 bölünsün n üstəgələk 1, n üstəgələk 2. Bu üçünün cəmi. Surəti olduğu kimi saxlayırıq. N vurulsun n plus 1, n plus 2. Məxrəci toplayırıq 3 dənə n, bir də 1 üstəgələk 2 eləyir 3. Bərabərdir 5-ə. Sonra 3-ü buradan məxrəcdə ortaq vuruq kimi çıxardırıq. Qalır n plus 1 şəklində. Surətdəki n plus 1-dən məxrəcdəki n plus 1-i artıq ixtisar edə bilərik. Sonra qaldı n plus 2. 3-ü də 5-ə vururuq, çarpaz 15. Buradan isə vurub açırıq. N-i nə vururuq? N kvadratı. N-i 2-yə vururuq. 2n. 15-i sol tərəfə keçirik. Minus 15 bərabərdir 0-a. Və Viet teoreminə əsasən köklərinin hasili, yəni x1 vurulsun x2 mənfi 15 eləyən 3 ilə mənfi 5-dir. Mənfi 5 isə kənar kökdür. Deməli, n-imiz 3-dür. Bizdən böyük ədədi soruşurdu. 3 ardıcıl natural ədəddən ən böyüyü burada. Bu misalda n plus 2-dir. N-i qoyduq yerinə 3 plus 2 bərabərdir 5.